Koxalski bir mikro zədəsi var. Dünən məşqdə zədələndi. İndi sabah Bakıya gedəndən sonra tam dedi, bəlkə bugün də biraz yüngülləşər, azalar. Bugün də hissiyatı var idi. Sabah bildiriləcək. Leo'da da baxacağıq da görək. Meydançada elə durumu, yəni bilmirsən hansı zədəni alırsan. Diz gedir, yoxsa topuq gedir, yoxsa əzələ gedir. Yəni bilmək olmur belə. Onu da sabah bilinəcək yəni. Ankara'nın tabii meydançanın gedişatını artıq birincisinin rahatlığına görə. Yəni əvəz etmələri də ona uyğun edən heç fikirləşdik ona görə ki, hansı futbolçuda olma ehtimal olmalıdır. Yoxsa artıq ona görə. Həm oyunun gedişatına görə, həm də bəzi futbolçuları 90 dəqiqə oynamışlar. Əvvəlki oyunda Şamaxıda oynayırdı, meydançanı yenə özünüz görmüşdünüz. Yəni demək olar ki, bu iki oyunda komanda bir futbolçular bir 4 oyunla yükləndilər. Yəni 90 dəqiqə özdəki gərgin oyun belə komandalara hansı ki yəni müdafiə olunurlar, hansı ki sən oynamaya imkan vermirlər, əlavə güc itirirsən, sərf edirsən. Və belə həm oyunun gedişatına görə, həm də bəzi yorulmuşdular. Yəni, hər futbolçu, burada elə futbolçu var ki, burada sprint yollar, yəni çox yorulurlar. Yəni elə bir sanki xokkey meydançası idi də belə, o sürüşür, bu sürüşür, o yıxılır, bu yıxılır. Ötürmə verirlər, ayaq sürüşür, nə düzgün verə bilirlər. Yəni hələ görə sabaha nələr çıxacaq. Yəni, bugün belə bir şey, buradan çıxa görə sabaha nələr çıxacaq hələ. Ölkə. İkinci sultan sonra bəzi qərarlarımız göstərəcəyəm. Kaytan episodundan bağlı təşkilata göstərilmən nə baş verir ki, nə bilim, mən mümkündən deyəcək bir söz yoxdur. Yəni, zaten bir sənədə bir futbol bu mübarizə oyunudur. Yəni, 3 metr belə deyək ki, Kadini əli ilə saxladı. İstərsən o da insan istər, ola bilər indi hansısa bir əlini atır ki, buraxmaq üçün. Yəni gəlib elə həmən qırmızı kart vermək mənim üçün maraqlı oldu da. Ola bilər kontakt olsun, ola bilər dəysin. Amma sən epizodun əvvəlindən bax ki, əvvəlindən bax və yaxud oyuncu da qaçmaq istəyir, ondan aralanmaq istəyir, bu tutur saxıb, mən də əlimi atıram ki, bunu biraz itəliyim, bunu bir kənara qoyun. Və belə qırmızı heç olmasa ya sarı verir, bilmirəm, görürdü, görmürdü. Ya vardan dedi, ya Əliyar dedi. Əliyar onsuz da bizim oyunlarda belə çox maraqlı qərarlar qəbul edir. Yəni birinci deyil də. Ya Əliyar dedi, həmən qırmızı ver, ya da yəni bu baxmırdı. Çünki mən özüm də baxmırdım epizoda. Mən sonradan baxdım, mən əl getdi, gedir əl. Amma oyuncunun bir bədəni buradadır. Yəni belə durası oyuncu o qədər tutur onu yıxılmaq üçün. Bədəni buradadır. Bu atan əlində ola bilər, başına dəysin, ola bilər, harasına dəysin. Biraz belə ehtiyat edirlərdi, yəqin. Əvvəlki oyunda Bəhlullah qırmızı ikinci sarı verilmədi deyə çox müzakirə olundu, çox şeylər oldu belə. İndi hakimlər də yəqin biraz ehtiyat edirlər ki, bircə özəl söz gəlməsin. Belə yəni biraz, bilmirəm, danışılası, yəni danışmağa xoşlanmıram, amma sadəcə biraz meydançanı nəzərə alaq. Sən gəl hakim, yəni mən inanmıram ki, hakimlərin haqqı varmı, yoxmu ki, bu meydançada oyunu idarə etməyə. Bunlar bildirməlidirlər. Federasiya bildirməlidirlər, burada oyun oynamaq olmaz. Belə şey mi olar bu? Yəni hansı əsrdə yaşayırıq? 25 ildir deyib, futbolumuz inkişaf eləsin, olsun, bu olsun, amma belə meydançada, başa düşürəm, yeni komandadır, başa düşürəm, meydançası yoxdur. Gəlsin burada məşq eləsin, 10 dəqiqə burada oynarlar. Özləri niyə oynayır? Çünki meydança sərfəli deyil axı. Gedirlər Bakıda məşq edirlər, gəlirlər burada oynayırlar. Bakıda məşq edirlər, qoy Bakıda da oynasınlar. Və yaxud başqa yerdə. Yəni nəsə belə, yəni bunu niyə danışıram, niyə deyirəm belə ki, ən azından bəlkə bu işin meydançanın yaxşılaşdırılması üçün bəlkə daha bir faydam olar bu sözlərini deməkdə. Amma bizlə heç kiminlə düşmənçiliyimiz yoxdur, bizim heç kimdən belə deyək, asılacağımız yoxdur. Biz sadəcə istəyirik ki, normal futbol oynasın. Yəni mən yenə deyirəm ki, mən Newcastle-a, yəni mən hazır olmayacağam. Birbaşa deyirəm ki, yəni bu oyundan sonra mən 2-1 Şamaxıda, bir də burada 2 oyun, mən 3-4 oyunun gücünü sərf elədim. Yəni, bunların bərpası, bunların özünə gəlməsi belə olmaz yəni. Mən heç bu dərəcə düşünmürdüm, inanın ki. Yəni, bu dərəcədə düşünmürdüm, meydançanın halı belə olar deyə.